Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşı Həlimə Pənahovaya qarşı fiziki zorakılıq törətdiyi iddia olunur. Bu barədə Pənahovanın özü Haqqın.az-a məlumat verib. Onun sözlərinə görə həyatının xilas olması üçün Azərbaycana qaçmalı olub. Belə ki, cütlük ABŞ-da Los Ancelesdə yaşayıb. Sayt yazır ki, 38 yaşlı Həlimə Pənahova Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Qeyd olunur ki, onlar toydan sonra ABŞ-ın Los Anceles ştatında nüfuzlu Bel Air məhəlləsində yaşayan Hollywood ulduzlarının qonşuluğunda dəyəri 2 milyon 35 min 400 dollar olan evə köçüblər. İddia olunur ki, Məhəmməd Pənahovun spirtli içki alüdəçiliyi olub. Stat: Məsələn, Məhəmməd Pənahov bir dəfə 26 butulka pivəni boşalda bilirdi. Sonra isə boş şüşələri hamilə arvadına atırdı. Halüsinasiyalar delirium tremenslərə çevrilərək açıq təcavüzə səbəb olur və Pənahov daha çox qan və zorakılığa susuyurdu. Davalardan biri zamanı Həlimə Pənahova övladını itirir. Qadın 17 aylıq evlilikdən sonra Kaliforniya villasından qaçmaq qərarına gəldi. Valideynləri və yaxınları ona dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə etsələr də, o xilasını Bakıya qaçmaqla tapdı. Statın sonu. Bildirilir ki, Məhəmməd Pənahov onu hədələməyə davam edib və nəticədə Həlimə Pənahova boşanma iddiası ilə Binəqədi məhkəməsinə müraciət edib. Yazıda iddialarla bağlı əlaqədar şəxslərin münasibəti qeyd olunmayıb.